Hər vaxtınız xeyirli olsun. Marketing Talks'un daha bir buraxılışıyla yenidən qarşınızdayıq. Bu dəfə aktiv olmağa çalışırıq. Gördüyünüz kimi bizim artıq ötən bir verilişimizlə baş tutdu. Hədəf auditoriyadan danışdıq. Mənim üçün çox maraqlı oldu. Çünki biz hər zaman bir qonaqları dəvət edirik. Onların da fikirlərini öyrənirik. Amma bu daha çox sahələrə fokuslanır. Düşünürəm ki, biraz daha ətraflı söhbət etmək üçün ikili söhbətlər də maraqlı olacaq. Siz də öz fikirlərinizi yazın, mövzu təkliflərinizi yazın. Lap elə qonaq təkliflərinizi də yaza bilərsiniz. Biz baxarıq, dəyərləndirərik mütləq. Əgər bizim verilişlə üst-üstə düşürsə, onların mövzuları dəvət eləyərik əlbəttə ki. Ümumiyyətlə, formatla bağlı da fikirlərinizi yaza bilərsiniz. Sosial mediada da bizə yaza bilərsiniz. Elə burada da şərh olaraq yaza bilərsiniz. Sizin şərhlərinizi gördükcə biz də çox şad oluruq və daha çox həvəslənirik. Mütəmadi oxuyuram, hər birini bəyənməyə çalışıram. Hamıya cavab verə bilməsəm də bilin ki, hamınızı tək-tək oxuyuruq, hətta müzakirə belə edirik ki, filankəs filan söz yazmışdı, filankəs filan söz yazmışdı. Xoş oldu bizim üçün. Ona görə də sizin aktivliyiniz də bizim üçün çox önəmlidir. Əli müəllim, hər vaxtınız xeyir. Salam, hər vaxtınız xeyir. Necəsiz? Əla, yaxşı, şükür. Yaxşı olun hər zaman. Ötən verilişlə maraqlı bir mövzuya toxunduq. Hədəf auditoriyanla bağlı. Elə də danışıram ki, biraz əvvəl söhbət eləmişdik. Sadəcə onlar yayımlanır da. Özümüzük də. Evə getməmişəm. Özümüzük də heç nə olmaz. Hələ buradayam. Yəni biz siz elə düşünün ki, biz bir həftə sonra görüşmüşük. İndi bugünkü mövzumuz daha da maraqlıdır deyə düşünürəm. Mənim özüm üçün şəxsən çox maraqlıdır. Son bir ildir demək olar ki, bu işlə məşğul oluram. Daha çox sevdiyim bir sahədir. Marketing auditdən bəhs eləyəcəyik. Biraz bu mövzu ətrafında danışmadan əvvəl ümumiyyətlə marketing audit nədir deyə ona da toxunarıq. Amma icazənizlə birinci bu podkastın ərsəyə gəlməsində bizim sponsorumuza təşəkkür edeyim. Oba Marketlər şəbəkəsinə çox təşəkkür edirəm. Ölkədə ən çox market şəbəkəsinə sahib olan, ən çox sözünə görə ümid edirəm ki, məni cərimələməz də mən deyirəm də, yəni onlar demirlər. Onlar demirlər ki, hər yerdə Oba Marketə rast gəlmək olar. İstənilən yaşadığınız hər ərazidə mütləq ki bir market var və ora gedib siz Aləmşah çayını, hər gün sularını əldə eləyə bilərsiniz. Biz də elə həm burada, həm də elə özümüzün gündəlik həyatımızda da daha çox aktiv istifadə edirik. Mən çayımı artıq süzmüşəm, söhbətə də hazıram. İndi başlaya bilərik. Suallarıma keçmədən əvvəl marketing audit nədir ümumiyyətlə? Sualdan bəlkə cavab verim. Yaxşı. Son bir ildə məşğul olursunuz. Sizcə marketing audit nədir? Mən həmişə daha çox məndən soruşan, mən marketing audit edirik və yaxud da ki, strategiya yazırıq demirəm. Çünki bunu ilk cümlədən tutmayan, məğzini tuta bilməyən şəxslər ola bilir. Ona görə həmişə deyirəm ki, biznesə böyümə yollarını, biznes üçün böyümə həllərini təklif edirik. Mənim üçün bu şəkildə gedir. Bir də deyirəm ki, siz necə ki, check-up'a gedirsiniz, müayinə edirsiniz özünüzü ki, bir ümumi olaraq necəyəm, haram zəifdir, haramı gücləndirim, hansı hissədə dərman atım, başım ağrıyır, baş dərmanı atım, yoxsa əllərimə diqqət edeyim. Bu da onun kimi bir şeydir mənə görə ki, bir biznesin check-up'ıdır. İndi sizin fikrinizi sorum. Yaxşı, qane elədim müəllim. Yox, əladır, ya mahiyyət üzrədir. Bizdə birinci növbədə audit sözü qorxulu sözdür. Yes. Eynən. Çox biznesi və ya biznesin daxilində olan insanları qorxuzan bir sözdür ki, nə xəbərdir, niyə, nə audit, niyə lazımdır filan. Bəli. Çünki bu yoxlama və daha çox da əvvəllər və indi də təbii ki, maliyyə yoxlaması, maliyyə auditi və s. bu istiqamətdə olub adətən bu yoxlamalar. Amma beynəlxalq bazarlarda bu artıq bir ənənəyə, vərdişə çevrilən, normaya çevrilən bir şeydir. Azərbaycanda bu ifadəni bəlkə də bu formada ifadə etmədən mütəxəssislərimizi bəzən təxmin edirəm. Dəqiq məlumatım yoxdur. Düz yoldayıqmı deyə sual verib şirkətlərə dəvət edirdilər. Gəl bir bax. Nə edirik, nə tər edirik, bəlkə konsultasiya lazımdır bizə. Aha. Amma son 2 ildir ən azından, mən indi 2 il bundan qabaq bu ifadəni tez-tez istifadə edən marketing şirkətinə açıq rast gəlməmişəm. Heç kimin haqqına girmək istəmirəm. Amma son 2 ildə biz marlab olaraq bu ifadədən və bu fəaliyyətdən daha çox istifadə edirik. Marketing audit və bu son 2 il müddətdə də kifayət qədər rəngarəng bir təcrübəmiz olub bizneslərlə. Bəli. Və bu bizneslərdə mahiyyətindən gəlsəm, özünüzün də gördüyü kimi
baxış fərqli ola bilər, fərqli tərəfdən ola bilər. Bəzən olur ki, biznes, təbii ki, bütün bizneslərin ana məqsədi birinci növbədə əgər kommersiya təşkilatıdsa mənfəətli olmaqdır. Və biznesin böyüməsi onun mənfəətli böyüməsi demək deyil. Yəni bəzən biznesin böyüməsi hələ onun mənfəətli böyüməsi demək deyil. Bəzən bizneslər özünü böyümə yolunda görür ki, hiss edir mən böyüyürəm, yəni aktivlərim artır, satış həcmi artır və s. Amma rentabellik nöqteyi nəzərdən təhlil edəndə baxırlar ki, yəni bu hələ bizim o mənfəət hədəfi demək deyil. Yəni bu hələ ki istədiyimiz bir nöqtə deyil. Ona görə məsələyə fərqli tərəflərdən baxmaq olar. Yəni marketinq audit bu hətta bilmirəm yadınızdadır yoxsa bir-iki dəfə də oldu, oturub sizinlə müzakirə elədim ki, bunun adını marketinq audit qoymasaq başqa nə qoyardıq? Çünki audit sözünü eşidəndə bizneslər bir balaca çəkinir. Bəli. Daha doğrusu orada o çalışan mütəxəssislər çəkinir bu sözdən. Marketinq auditdə iki tərəfdən ən azı baxmaq olar. Yəni bu həm sənin böyüməyinin qarşısını kəsən nələrsə varmı? Doğru böyüməyinin qarşısını kəsən nələrsə varmı? Onları aşkara çıxartmağa dəstək olur. Həm də ki, sənin ayağını aşağı çəkən nələrdir? Onu da aşkar etməyə dəstək olur. Və eyni zamanda bizneslər üçün bu auditin niyə aktual olmalıdır? Bəzən bizim bizneslər qeyd elədiniz ki, o check-up çox yaxşı sözdür, yerinə oturur. Bizneslərimiz, yəni nəinki xəstələnəndə, məcazi mənada desəm, ölümcül halda müraciət edirlər. Yəni mən səhv eləmirəmsə, 2024-cü ildə indi zərurətdənmi, təsadüfdənmi, az qala hər müraciət edən 5 şirkətdən 4-ü ölümcül vəziyyətdə müraciət edirdi. Yəni ölümcül dediyim nə deməkdir? Yəni baya bir zərərdədir artıq. Artıq zərər, neçə aydır zərərə işləyir? Bəli, neçə aydır zərərə işləyir, artıq resursları tükənir və son nəfəsində gəlir ki, neynəmək olar? Və ümumiyyətlə eləmək olarmı? Bir fikir almağa çalışır. Hansısa biznesi geri qaytarmaq mümkün olur. Həyata qaytarmaq mümkün olur. Hansısa biznes təəssüf ki, yəni heç biz də kömək eləyə bilmirik ona ki, çünki sən yəni elə vəziyyətdir ki, yəni burada artıq ediləcək bir şey qalmayıb da. Hər şey tükənib, yəni heç nə yoxdur. Yəni stoku da əritmisən qeyri-effektiv formada və bütün biznesi də daxildən yemisən, tükətmisən və burada görüləcək artıq bir şey yoxdur. Var bəlkə də başqa sahədə eləyə bilərsən və s. Yəni o detalları bu artıq başqa fərqli detal. Ümumi olaraq deyirik ki, yəni elə bir vəziyyətdə doğrudan da gəlirlər ki, heç bir resursu qalmır artıq. Yəni biz nəyə əl atırsan ki, o yoxdur. Yeyib bitirib özünü. Yoxdur. Hədəsən ki, onda bəs mən necə yeyib bitirib və borclarlandır. Təsəvvür. Elə yeyib bitirib özünü, elə bu biraz daha yəni ki, borclarla gəlir ki, borclar qarşısında qalır biznes. Və necə ki, yoxlamaya gedirik, həkimə gedirik, yəni bu artıq kritik vəziyyətdə getmək hara, amma bir heç olmasa müəyyən qədər sağlamlıq üstümüzdə olanda daha yaxşılaşma şansımız daha yüksək olur. Soruşsanız beynəlxalq bazarlarda bəs bu məsələyə yanaşma necədir? Nəinki marketinq yoxlanması, üçüncü tərəfin fikri və s. Ümumiyyətlə, ayaqda olan bizneslərin və sağlam olan bizneslərin əksəriyyəti üçün bu normadır. Necə ki, məsələn, insanda 6 aydan bir check-up normadır, yəni buna əməl eləməlisən, sənin xeyrinədir. Bizneslər üçün də artıq bu normaya çevrilib. Yəni, ilbə-il hansısa bir belə deyək, istiqamətlər üzrə yoxlamalardan keçirlər. Elə bizneslər var ki, onlar özlərindən bugünkü gündə çox yaxşı bir məqamındadılar. Yaxşı da pul qazanırlar, amma ona baxmayaraq həmişə düşünürlər ki, bəlkə mənim görmədiyim bir şey var. Daha yaxşı ola bilər. Bizdə isə yox. Hər şeyi özüm bilirəm, özüm idarə eləyəcəm. Hər şey ən yaxşısını özüm bilirəm. Və yaxud da ki, hətta orada belə bir məqam var. Misal, bəlkə kömək eləyər tapmağa mənə bu sözü. Getdik hansısa bir şirkətə, o sözün biraz kobud versiyası var, Vüsal, ona görə mən o ifadə elə bilmirəm. Yox, biraz daha bəlkə el dilində bəlkə nəsə bir şey variant deyirəm təklif eləyə bilərdi. Amma açım məsələni.
Getdik bir şirkətə kömək eləməyə bu mövzuda və şirkətin təbii ki, adını çəkməyəcəm, amma çox qeyri-etik bir situasiya ilə rastlaşdım orada. Şirkətin satışlarını diriltmə mərhələsində bizdə bir arxayınlıq yarandı ki, artıq içəri marketinq rəhbəri almaq olar. Aha. Və niyə? Çünki satışlar gəldi, aktivləşdi, artıq o zərərə düşmə riskindən uzaqlaşmağa başladıq. Və həmin məqamda biz gətirdik, təbii ki, mən də orada konsultasiya verdiyimə görə şirkət rəhbəri məndən tələb elədi, xahiş elədi ki, madam ki, konsultasiyanı siz verirsiniz bizə, auditi siz eləmişsiniz marketinqdə və artıq nəticələri də görməyə başlamışıq. Onda elə zaten çünki bizdə marketinq auditi budur ki, biz bunu bir aya, 2 aya eləyirik və ondan sonra prosesə nəzarət eləmək xidmət kimi bizdən istənilirsə biz bunu davam edirik. Amma bu 3-6 aydan artıq ola bilməz də. Yəni ömürlük mən müştəri ilə qala bilmərəm. Hətta bir də yadınıza gəlir sual da verdilər ki, necə eləyə bilərik ki, ömürlük qalasınız. Dedim, onda ay ərzində mənim bütün qazandıqlarımı tək siz verməlisiniz mənə. Bəli. Hə. Demək, həmin məqamda mən doğrudan da bir seçim turu keçirtdim. Marketinq rəhbəri gətirdik şirkətə. Marketinq heyətini formalaşdırmağa çalışdıq. Amma gətirdiyimiz rəhbər çox qısa bir müddətdən sonra nə elədi? O gördü ki, özü rol olaraq hər şeyi özündə mərkəzləşdirmək istəyirdi ki, öz statusunu isbat eləsin. Fikrimi çatdıra bildim. Və dedi ki, məsələn, konsultant, yəni atdığı adımlardan bu deyildi bizə də, belə bir növ. Konsultant bunu eləyib, əla. Amma bundan sonra mən bunu özüm daşıya bilərəm. Fikrimi çatdıra bildim. Və dolayısıyla bir qeyri-etik məqam çıxdı ortalığa ki, düşünün ki, işə düzəltdiyimiz adam, yəni o eləmədən keçirdiyimiz adam gəldi, məsələn, o işimizi yarıda saxladı. Niyə? Çünki ego məsələsi var. Bax, indi nəticəni soruşa bilərsiniz ki, bəs siz getdiniz, nətər oldu, necə oldu? Həmin o biznesdə verdiyimiz satış bir qısa müddətdən sonra təzədən əvvəlki vəziyyətinə qayıdır. Və yaxud da ki, belə bir halda oldu, yəni o bir nöqtədə çox uzun müddət dayandı hətta. Yəni o nöqtə artıq, məsələn, biri var artım dinamik olsun və pozitiv olsun. Bir də var ki, başlayır stagnasiya, gəlir bir yerə çıxır və başlayır orada sabitləşmə. Bu sabitləşmənin vaxtı get-gedə uzandı. Bu da təbii ki, biznes üçün itki sayılır. Nəticədə, yəni nə biznes qazandı, nə də ki, belə deyək, əməkdaşa qazandıra bildi. Amma əməkdaşın belə, niyə bu mesajı verəm əslində? Marketinq konsultasiyada və ya marketinq auditdə bu şey deyil. Yəni, biz ora heç kimin çörəyini əlindən almağa gəlmirik. Biz gəlirik birlikdə öyrənməyə. Yəni, birlikdə təcrübə mübadiləsi eləməyə. Yeri gələndə görülməyən bir məqamlar varsa, məsələlər varsa, onlar tərəfdən dəstək olmağa. Az olmayıb təcrübədə, biz bir yerdə də yanınıza çalışdığımız dövrlərdə nəinki konsultantın, siravi əməkdaşların böyük həvəslə fikrini alırdıq. Siravi əməkdaşların böyük həvəslə fikirlərini alırdıq. Yəni, necə ola bilər ki, fikrə qarşı müxalifət olasan? Əslində çox maraqlı məqam vurğuladınız. Biz bunu çox az şirkətlərə müraciət edəndə də hiss edirik. Yəni hətta görməyi biraz ittiham etmirəm, amma hiss olunur ki, çox vaxt belə bir şeylə rastlaşırıq da, marketinq audit söhbəti gələndə ilk önyarğılar budur. Marketinq mütəxəssisi fikirləşir ki, məni yoxlamağa gəlirlər.
Mənim səhvimi mənim səhvimi axtaracaqlar, tutmaq yox, mənim səhvimi axtaracaqlar. Sahibkar da deyir ki, mən problemin nə olduğunu bilirəm, siz elə bu problem üzərindən gedin. Amma çox vaxt təcrübə göstərir ki, biz nə marketinqin, nə də digər komandanın səhvini üzə tutmuruq. Əksinə onun daha yaxşı, daha doğru yolla getməsinə dəstək oluruq və çox vaxt da göstərir ki, sahibkarın bizim üçün qarşımıza qoyduğu problem daim ikinci dərəcəli problem. Doğrudan elədi əslində Şəbnəm. Çünki indi dediniz yadıma salıram, ən azından yadıma daha tez xatırlanır, yadıma düşür. Yəni barmaq hesabı desə elə 10 кейsdən 8-ində ümumiyyətlə ki, marketinqin kommunikasiya və büdcə tərəfi ilə bağlı məqam deyildi. Yox. Məsələn, yəni, 10 кейsdən 8-ində heç o məsələ deyildi. Eynən. Çünki dediyiniz kimi, yəni sahibkar bəzən deyir ki, mən bilirəm nədir, amma gəlin siz də bunu isbatlayın ki, doğrudan da bildiyim doğru məsələ budur. Çox uzağa getməyək, məsələn, keysdən danışaq. Bəli. Bugünə qədər də həmin müştəri əlaqələrimiz var, davam eləyir. Demək, hətta belə bir statistika da deyərdim sizə, çox maraqlıdır. Hər 10 keysdən bəlkə də 6-sında bizi SMM-imiz yaxşı işləmir, ona görə satışımız yoxdur şeylə çağırır. Yəni şəxsən mən bir ildir burada çalışıramsa və müraciət edən son gələn keyslər biraz statistikamızı yaxşılaşdırdı. Hə, o biraz ayrı bir keyslər. Son gələn keyslər statistikamızı yaxşılaşdırdı. Keyslərdir. Amma böyük əksəriyyəti marketinq kommunikasiyasında görür problemi daha çox. Marketinq kommunikasiyasında, nə bilim, rəqəmsal platformalarda günahlandırır və ya arxada SMM komandasını günahlandırır ki, düzgün reklama qoymur. Onlar yaxşı eləsəydi, mənim satışım yaxşı olardı, nə bilim filan. Yəni və o statistikaya niyə gətirirəm? Hə, 10 keysdən 6-sında bu mesajla gəlirlər bizə ki, problem əsas bizcə burdadır. Amma yoxlamanın sonunda bəlli olur ki, problemin kökü tamam fərqlidir. Yəni istiqamətlər tamam fərqlidir və bunu biznes özü də adekvat formada təbii ki, biz əsaslandırırıq və bu onu qəbul eləyir. Digər tərəfdən də ki, şey məsələsi var. Nəyi deyəcəkdim? Bu SMM sosial media marketinqində o ki, problemi o tərəfdə görürlər, sonra problem oradan çıxmır. Əslində əsas problem oradan çıxmır da, belə deyək. Düşünün ki, böyük bir itkidən üz-üzədir. Amma bu itkinin böyük həcmdə daha böyük həcmdə təsir edən faktoru, daha ağır faktoru fərqlidir. Yəni, fili qoyub qarışqanın üstünə gedir. İndi burada biraz daha bizim situasiyalarımızdan, təcrübələrimizdən daha çox mən istəyirəm konkret artıq biraz fayda verəcək tərəfinə keçək ki, marketinq audit neçə hissəli olur? Daha çox necə mərhələlərlə keçir? Şirkətə nə qazandırır? Biraz daha buradan bəhs etsək. Bu, təbii ki, müəyyən bir tam %100 qəlib struktur deyə bilmirəm ona ki, deyim sizə ki, müəyyən bir %100 qəlib strukturu var, mərhələsi var ki, budur, mütləq bütün keyslərdə bu mərhələlər olmalıdır. Bu elə deyil. Müştərini dinləyəndə, məsələn, görürsünüz, ilk vaxtı biz həmişə mən çalışıram ki, bir müştərini dinləyək, görək. Bütün proseslərdən əvvəl, bəli. Bəli, mütləq dinləmək lazımdır. Çünki müştəri deyəndə də mən söhbət oradakı marketinq mütəxəssisindən getmir. Biznesin sahibini dinləmək lazımdır. Yəni, biznesin sahibinin verdiyi məlumat daha ətraflı və daha dərin olur. Amma tək onunla da kifayətlənmirik. Onunla da kifayətlənmirik. O prosesin içindədir. Amma başda hələ biz görüşəndə, yadınıza gəlirsə, biz çalışırıq ki, hələ biznesin özü ilə görüşək və onlayn formada da olsa ən azı bir dinləyək onun fikrini falan. Çünki başda biz bu auditin mərhələsini doğru dizayn eləməyimiz üçün ən azından o, belə deyək də, o problemi və hardan o qənaətə gəldi, bu nöqtəyə çatdı məsələsini kəşf eləməyə çalışmalıyıq. Və o kəşf edilməyəndə, məsələn, bəlkə də indi görmürsünüz, bizdə indi bizneslərlə çalışanda görürsünüz, təklif mərhələsindən götürək, işin təhvil verilməsi anına qədər heç biri bir-birinə oxşamır demək olar. Yəni, elə olub ki, bizə 2 dənə təhsil şirkəti olub, amma bir təhsil şirkətini başqa bir istiqamətdə işləmişik. Digər başqa bir təhsil şirkətini başqa bir istiqamətdə audit eləmişik. Heç biri bir-birinə örtüşmür. Çünki sahibkarı dinləyəndə baxırsan ki, hə,
bunun əgər ekspert təcrübən varsa, sən baxırsan ki, bunun baş ağrıları hansı istiqamətlərdən aşağı-yuxarı gələ bilər. Bunu artıq hiss eləyirsən və istər-istəməz o istiqamətdə daha çox qazımağa başlayırsan. Amma yenə də məsələn olub fərqli кейslər, yenə də təhsil sektorunu götürməyə, təlim sektorunu, təhsil sektorunu götürməyə başqa bir sektorlardan olub ki, yəni təklif demək olar ki, düzdür, total olaraq hardasa bəlkə bir 40%, 50% istər-istəməz müəyyən metodlar, yanaşmalar bir-birini təkrarlayır, amma 50% artıq unikdir, yəni кейsə özəldir yanaşmanın. Maraqlı məqam vurğuladınız. Bəzən olur ki, orada sahibkarla da yaxud da mütəxəssislə söhbət etdiyin zaman suallar elə bir onu incidir. Məcazi olaraq incidir deyirəm də. Amma o orada həmin anda o başa düşməlidir ki, əslində bu incidəcəyi suallar elə o ağrılı nöqtələri tapmaq üçündür ki. Bizdə olmayıb məncə. İncidə necə incidir? O mənada incidə yox. Gəlin belə deyim də. Fiziki olaraq nəzərdə tutmuram da əlbəttə ki. O məsəl üçün deyir ki, ağırdır ona bu haqda düşünmək. Yox, bizdə elə bir şey deyil. Bizdə elə bir şey yox. Yox, elə bir ki, ağlıma da gəlməz ki, məsələn belə bir məqam olsun. Siz deyən şeyi, siz deyən mövzunu Şəbnəm bəlkə nə bilim bir 3 il, 4 il, 5 il bundan qabaq daha çox hiss eləmək olurdu. Amma mən etiraf edeyim ki, yəni ən azından indi bilmirəm, son bir ildə belə bir hal demək olar yaşamamışıqmı deyə artıq unutdurub mənə, yoxsa çünki bugünün sahibkarları yəni 2-3 il bundan qabaqki düşünmədən, düşüncə tərzindən çox uzaqdılar. Yəni həmin sahibkarlardır, amma artıq sahibkarlar da yetişiblər, inkişaf ediblər. Yəni sahibkar özü əslində çox tələb eləyir ki, belə pis çıxmasın, biraz daha çox məni belə deyək də arqumentasiya ilə ilə biraz daha çox üstümə gəl, baxım görüm nə bacarırsan. Ola bilər ki, bizim payımız elə düşmüş ola bilər, amma bazardakı mövcud vəziyyətə baxanda yüngül, heç konsultasiya yox, bir yüngül söhbət əsasında belə başa düşürsən, görürsən ki, heç kəs o deyir öz şeyinə, qınamıram da, hamısı öz biznesinə, öz övladı kimi baxır və heç bir, necə deyirlər, valideyn öz övladına söz qondurmazlar, belə bir məsələ də var da. Toxunmaq istədiyim bir başqa bir məqamda odur ki, əslində marketing, audit, belə bir cümlə deyək də, marketinqin kompasını düzəldir. Yəni, marketinqin səhvini çıxartmır buradakı nəsə var. Doğru istiqaməti göstərir. Bəli, ki, yəni, sən bu günə qədər bu istiqamətdə hərəkət edirdin, mövcud vəziyyətə görə də, amma indi biz buna analizdən sonra biz sənə göstəririk ki, biraz istiqamətin dəyişdirməlisən. Və yaxud da ki, səndən zaman alan bir dolaşıq trayektoriyan var. Bu dolaşığı sənin üçün açırıq, daha istiqamətli get ki, zaman qazanasan tipində də yanaşa bilərik. Siz danışdığınızda bir sansı kes yadıma düşdü. Elə birlikdə getmişdik orada, adını çəkməyəcəm, amma çox maraqlı bir sual verdi adam. Marketing rəhbəri ilə görüşürdü. Qayıtdı belə bir söz dedi ki, çox əla məhsulunuz var. Özü çox təcrübəli mütəxəssis idi. Çünki söhbət əsnasında bunu rahatlıqla hiss eləmək rahatdır da. Bildim söhbət kimdən gedir, bəli. Çox uzun vaxt bundan qabaq olmayıb. Bir ay, bəlkə bir ay bundan qabaq olub. Orada belə bir fikir işlətdi ki, bilirsiniz də mən rəhbərliyə bunu isbat eləməliyəm ki, bu uşaqlar çox qəşəng həllə gəliblər yarımıza və bizə dəstək ola bilərlər konkret mövzuda. Rəhbər əgər mənə sual versə ki, bunu sən niyə eləmirsən, sənin yerinə başqası eləyir, mən nə cavab verim ona? Bəli. Həqiqətən də. Çox qəşəng. Hətta deyərdim ki, ən dürüst yanaşan marketinq mütəxəssislərindən biri oldu. Nə mənada? Yəni o dedi ki, mənə bir şey deyin, elə bir şey ifadə işlədin ki, mən gedim onu deyim ki, niyə bunu mən yox, onlar etməlidir. Yəni bu çox rahat bir, necə deyirlər, ünsiyyət forması oldu mənim üçün də. Çünki çox vaxt bunu demirlər, qulaq asırlar. Hə, sonra ki, mən gedib deyəcəm ki, bunlar marketinq audit, deyəcək, bəs sən nə işə baxırsan? Və yaxud da onlar gələcək bizdə nəsə səhvlər axtaracaq. Bir ön yarğılı yanaşma olur, çox təəssüf ki. Amma mən hətta bunu bu tərzdə deyərdim ki, sahibkar daha çox maraqlı olmalıdır ki, bəli, əməkdaşı belə deyək də, öz komandasını belə deyək, doğru yolda irəliləməsini çək eləsin. O da daha təhlükəlidir. Ona görə marketinq mütəxəssisləri istəmir də. Amma bilirsiniz niyə deyirəm? Düşünün ki, marketinq rəhbəriyəm.
Və sahibkar bir gün çağırır məni yana, deyir ki, yəni səndən narazılığım yoxdur, çətinliyim yoxdur, işlərimiz gedir. Aha. Amma gəl bir kənar baxış. İnandırım sizi. Gəl bir kənar baxış. Mən söhbət özümlə hələ ki nümunə Bəli, gətirəm. elə mən də onu deyirəm ki, inandırım sizi, siz də başda olmaqla istənilən marketinq mütəxəssisinin o xətrinə dəyəcək ki, mənə deyir ki, sənə güvənirəm, amma mənim elədiyim işi kontrol edir. Bu psixoloji bir məqamdır. Bunu heç kim deyə bilməz ki, burada heç peşəkar insan peşəkar yanaşmalıdır. İnanın ki, olmur. Biz insanı Axı bu kontrol deyil. Amma kontrol gəlir. Yəni mən sənin işinə güvənirəm, əladır, satışımız da gəlir. Amma gəl bir yoxlayaq da. Eyni məntiqlə götürsək, mən yenə təcrübədə keçdiyim şeyi etiraf eləyəcəm. İndi bilən bilir zaten, təchizatçılarımız ki var bizlə işləyirlər. İşləyiblər o vaxtda daha doğrusu. İstəyir araşdırma şirkətləri olsun, istəyir başqa şey. Bunlar da öz-özlüyündə əslində konsultantdılar. Yox. Amma hansısa bir kreativ layihə həyata keçirəndə nə edirik? Deyirik ki, burada dayanaq, kənar gəlməlidir bu məsələyə baxmağa. Hansısa bir, bəli, araşdırma keçirəndə deyirik, burada dayanmalıyıq, kənar gəlib bu məsələyə baxmalıdır. Sənin bacarıqlarının daxilində olan bir prosesdən söhbət getmir. Yəni artıq burada mənim yox, sizə aşır bu. Bu sahənin peşəkarı gəlməlidir. Çünki gəlin etiraf eləyək də, mən dəfələrlə yəni olub ki, həm kreativ layihələrdə, həm araşdırma layihələrində mənə bir yerdə olmusunuz. Hələ hardasa çalışan vaxtlarımızı deyirəm. Ki orada biz çox rahatlıqla qəbul eləmişik ki, bəli, bu bizim artıq bizi aşır. Niyə? Çünki daxildəki əməkdaş nə qədər desə də ki, mən belə deyim də, bütün nöqtələrə nəzarət edim. Bu əməkdaş mən də olmuşam da, Şəbnəm, siz də olmusunuz. Razıyam. Yox, yəni, burada razıyam. O bayaq dediyiniz proses elədi ki, mən sənin işindən razıyam, amma bir audit elə bir yoxlayaq görək. Dediyiniz məsələ nədir? Layihəyə kənardan bir cəlb etmədi ki, sənin də yüklənə biləcəyin bir layihə var. Hər iki tərəfdən baxa bilər sahibkar məsələyə də. Reallığı götürək. Bugün bəlkə də marketoloq, nə bilim, 1000 konsultantdan daha güclüdür orada. Aha. Amma bugün həmin marketoloq əməliyyat yükü ilə yüklənib. Ay sağ olun. Elə odur da. Bax, o yanaşma söz. Orada mən o tərəfini demək istəyirəm ki, sahibkar qayıdıb deyə bilər ki, sənin işdən razıyam, əməliyyatlarımızı idarə eləyirsən, hər şey yerindədir, müəyyən hədəflər qoymuşam. Heç bunu deməyə də bilər. Amma sahibkar o şəkildə, məntiqli şəkildə düşünəndə bu məsələni, bu adam səhərdən axşama qədər həftənin 7 günü az qala, indi qalan 2 günü telefonda olur, 5 günü işdə olur da, yəni iş düşünür ancaq. Bu qədər əməliyyatın içində bu adam nə qədər hər nöqtəni güdə bilər? Fokusluluğu artıq deyil də, düzdür. Orada razıyam. Bəlkə də orada sahibkarın demə tərzindən də asılıdır. Bunu sadəcə düşünsə, inandırım sizi, hansı marketinq mütəxəssisi istəməz ki, yeni bir layihə başlasın, o da orada həm də inkişaf eləsin, özünü isbatlasın. Bəlkə belə çıxmasın, indi hər gələn konsultant orada nəsə bir bir yaradacağı bir şey olmaya da bilər. Okay? Bəlkə elə həmin mütəxəssisə bir şans da çıxır ki, özünü daha yaxşı parlaq tərəfini göstərsin orada. Kim çatdıra bilirmi? Olub məndə elə layihələr. Məsələn, yadıma gəlir, çox-çox illər bundan qabaq, səhv eləmirəmsə avtomobil sektorunda çalışırdım. Ora, məsələn, konsultant gəldi, amma mən konsultanta müqavimət göstərmədim ki, rəhbər idim, marketinq rəhbəri idim. Konsultant gəldi, mən artıq beynimin birinci ucunda duran oydu ki, mən bundan nə öyrənə bilərəm? Fikrimi çatdıra bildim. Anladım. Nə öyrənə bilərəm? Amma prosesin içində konsultant özü də gördü ki, mən də məlumatlıyam. O həmişə müşahidə edilən bir şey deyil. Yenə dediyim kimi, biz şəxsi öz üzərimizdə misal gətiririk. Bizdə mən inanmıram açığı bu şeylər ki, belə deyim də, belə hal da olur, belə hal da olur. Müəllim, ön yarğı dərhal görsənir də. Yəni aşağı yuxarı sizinlə bir yerdə bu 5 şirkət getdiyimiz 10 şirkət varsa, onun 5-də o ön yarğını ilk hissədə görürük də. Dərhal əməkdaş sanki bir şey götürür, qalxanını götürür əlinə ki, hə, gəldilər mən indi. Amma halbuki sən orada ona bir daha şeyi göstərmək istəyirsən ki, mən səni yoxlamıram, mən sənin işinə baxmıram, sən neynəmsən bilmirəm. Mən ümumi şirkətin nəbzini yoxlamağa gəlirəm konsultant olaraq. Mən baxmağa çalışıram ki, sənin ağrılı nöqtən haradır? Bəlkə sən fokuslanmısan şərqə, amma əsas istiqamət qərbdədir. Ona da baxmaq lazımdır. Amma ilkin versiyada gördüyümüz budur ki, əməkdaşlardan tutmuş, söhbət marketinqdən getmir, yalnız marketinq yox. Bir hamı dərhal bir şeyi götürür, müdafiə qalxanını götürür ki, aha, hücuma gəldi üstümüzə, müdafiə olunmalı. Onu görəndə o biraz marketinq audit biraz ağır gəlir sanki. O belə bir ifadə var, bilmirəm indi yumuşaqdırmı, yoxsa sərtdirmi? Bilirsiniz, yaxşı o ifadəni işlətməyəcəm.
Biznesdə sahibkar, yəni sahibkar dediyim sahibkar elə sahibkar deyil, əslində direktor da ola bilər, hansı ki sahibkar deyil, həmin şirkətin sahibkarı deyil. Yəni top menecment deyək də belə ümumiləşdirsəm adın. Top rəhbərdən çox bütün məsələlər top rəhbərdən demək olar ki, bu şeylər asılıdır. Niyə? Çünki gəlin belə fikirləşməyə çalışaq. Yəni top rəhbər deyəndə ki, mən proseslərimi təkmilləşdirmək istəyirəm daha da. Mən ölçülə bilənliyimizi artırmaq istəyirəm. Mən filan layihələrə start vermək istəyirəm. Nə olacaq? Staff durub küsüb gedəcək? Yox, əlbəttə ki. Getməyəcək. Təbii ki, getməyəcək. Çünki yenə də o top rəhbərin mindsetindən çox şey asılıdır. Deyir o Howard dağa qaldırar, Howard dağdan düşürdər. Yəni bu adam həmin biznesi düşünürsə, bu biznesin nə qədər lazımlı istiqamətə irəlilədiyini görmək istəyirsə və ya kənar fikirlərə acdırsa, təbii ki, bu istər-istəməz bu məsələyə getmək istəyəcək ki, məsələn, söhbət tək burada marketinq auditdən getməklə. Yox. İstənilən, gedin kreativ bir şirkətlə çalışın, gedin araşdırma şirkəti ilə çalışın. Yəni, outsource-u dışlamaq, kənarda saxlamaq məntiqi hardadır, onu tuta bilmirəm. İlkin mərhələdə baş verir də. İndi mən əslində cümləmin sonunu da ona da doğru getmək istəyirəm ki, bu ilkin mərhələdə belə baş verir. Amma sonra bir gedişat onu göstərir ki, gətirib nəticəyə baxanda deyirlər ki, bunlar o qədər əksinə bizə həll yolları göstərdilər. Əksinə bizə böyümə yollarını göstərdi. Ağrılı nöqtə. Demək ki, biz buna məsələn həmin anda bir hamının içində bir şey gedir də 100% ki, mənə dəymədilər. Mənim işim hər şey qaydasındadır, yerindədir. Son кейslərdən bir misal gətirim. Orada da bir konsaltinq layihəsindəyik. Mən özümü maliyyəçi hesab eləmirəm. Düzdür, bank sektorunda çalışmışam. Bəli. Özüm maliyyəçi hesab eləmirəm, amma biznesdə belə bir nöqtə ortaya çıxdı ki, sizin hazırladığınız case ki var, bu case'in içinə girəcək, çox bir şey istəmədi məndən. Bu case'in içinə girəcək xərc maddələrinin siyahısı lazımdır. Bunu verə bilərsiniz, bizə dedim, okey də, bu biraz maliyyə tərəfə gedirik. Bəli, bu case'in içində xərc maddələri lazımsa bir siyahı hazırlaya bilərik sizin üçün. Amma daha ötəsini eləməyə çalışdıq. Biz götürdük, nə elədik? Maliyyə kalkulatoru yaratmağa çalışdıq ki, biznes özü ora input eləyib simulyasiyanı görə bilsin ki, bəli, bu xərclərlə oynayanda mənim orada EBITDA-m necə dəyişəcək? Fikrimi çatdıra bildim. Yəni, nə baş verdi? Yəni, biznes məni marketinqə görə çağırıb, amma mən bu tərəfdən də məndən dəstək aldı. Hansı ki, mən düşünmürdüm ki, bu tərəfdən də dəstəyim dəyə bilər. Fikrimi çatdıra bildim. Bəli. Yəni, bu şəkildə olur bəzən. İndi son suallarımı vermək istəyirəm. Niyə görə bu sualımı qəsdən verəcəm ki, bizi izləyən arasında bilirəm ki, iri şirkət sahibləri də var, kiçiklər də var, makro, mikro, hamısı qarışıqdır da, yəni. Sizcə, marketinq auditə ən çox kimin ehtiyacı var? Mikro sahibkarların, mikro bizneslərin daha doğrusu, yoxsa daha orta gəlirə sahib olan şirkətlərin? Bir sualım budur. Bəlkə də indi ikinci sualımı verim, deyə bilərsiniz ki, eyni sualda elə birləşdirim. İkinci sualım da bunu verəcəydim ki, bir biznesə başlamadan əvvəl bu audit etmək lazımdır, yoxsa hansı mərhələsində başlamadan əvvəl adamın şərait yoxdur, müraciət eləyə bilmir, amma hansı mərhələdə müraciət etməlidir ki, o ağrılı nöqtəyə çatmadan bir ayaqda saxlaya bilsin? Elə bu mövzumuzun girişini iki tərəfdən sual verdiniz. Mən ikincidən başlayacağım. Buyurun. Birinci yadımdan çıxdı. İkincini başlayın. Kimin daha çox ehtiyacı var? Yəni bunu kiçik bizneslər mütləq yoxlamalıdır, yoxsa hələ kiçik biznes eləməsə də olar? Bu birinci sualım idi. Kimin daha çox ehtiyacı var? Şəhərdən bir ver, vallahi yadımda qalmır. Yekunlaşdırırıq. Arif bəy dayanıb buradakı tez olun qutarın. Kimin ehtiyacı var? Bilirsiniz, bu sual biraz insana verilsəydi, sağlamlığa kimin ehtiyacı var? Qəşəng. Yəni gətirib check-up məsələsini çıxartdıq. Hər bir biznesin sağlamlığa ehtiyacı var. Necə ki insanın sağlamlığa ehtiyacı var. Yəni burada fərqi yoxdur. Mikrodur, kiçikdir, ortadır, makrodur, hamının auditə ehtiyacı var. Hərəsinin öz səviyyəsində təbii ki sağlamlığa ehtiyacı var. İndi ikinci sualım bundan ibarətdir ki, bir biznes
başlayanda müraciət etməlidir bu audit söhbətinə? Yoxsa başlayanda şərait yoxdur, imkan yoxdur, müraciət eləyə bilməyib? Hansı mərhələdə müraciət etməlidir ki, o ağrılı nöqtəyə çatmadan, o biznes sürünmədən desin ki, deməsin də, yəni ki, ay cəmaət bunu xilas edin, bu can üstündədir. Yəni normal bir şəkildə gəlsin ki, mənim biznesimi audit edin və mənə yol xəritəsi düzün. Deyimsə də, itirə biləcəyi şey onu narahat etməyə başlayan. İtirə biləcəyi şey onu narahat etən. Bu təkcə belə marketing mesajı olmadı abi. Həyata dair mesaj oldu. Yəni əslində elədir də. Yəni mən məsələn başlamışam, əlimdə elə bir xüsusi bir itirəcəyim bir şey yoxdur. Nə mənim audit eləsən olar? Nə edə bilər? Gələr mənim üçün biznes modeli işləyər və mən daha bu yolu səhman keçərəm. Bu başqa şey, amma audit deyil də. Bəli, o audit deyil. Amma bir də var ki, mən artıq bir yola gəlib çıxmışam və şansdanmı, nə bilim, öz hesabıma mı nəsə ortaya çıxarda bilmişəm. Bax bu nə səni itirmək şeyini qorxusu gəlir. Ki yəni məncə də orada əgər büdcənin hesablaması aşırsa, artıq bunu aşırsa, kimsə yığıb yığışdıra bilmir, artıq imkanlar çoxalır, fürsətlər çoxalır və bu fürsətləri fokuslanmaq çətin. Çünki axırıncı кейslərimizdən birində də onu görmüşdüm. Yəni adam gəldi ki, mən bütün problemləri görürəm. İzah eləcək deyir ki, mən bunları bilirəm, amma mən hara fokuslanacağımı bilmirəm. İmkanları da yaxşıdır, fürsətlər də kifayət qədər çoxdur. Deyir, mən hardan başlayım, harda bitirim? Bir növ ona da yol xəritəsi olmuş oldu ki, hə, yaxşı, indi bunların hamısını deyir, gördüm, indi mən nə etməliyəm, onu da göstərmiş olursunuz. Hətta son müsahibəmizdə, intervyumuzda sahibkarla belə bir case də oldu. Şəbnəm deyir, sualı verdi, qayıdıb əlin qoydu üzünə deyir, gözləyirdim ya bu sualı verəcəksiniz. Yaxşı sual verdi. Yaxşı sual amma düz eləmədiniz. Amma düz eləmədiniz bu sualı verdiniz mənə. Mən gözləyirdim bu sualı sizdən. Mən düşündüm niyə belə deyir ki, düz eləmədiniz. Çünki elə mən özüm cavab tapmamışam. Cavab tapmamışam. Deyir, çox fikirləşdim. Yaxşı elədiniz. Qəşəng sual verdiniz, amma düz eləmədiniz. Maşını idarə eləyirdim, avtomobili. Deyir, fikirləşirdim ki, belə bir sual verə bilərlər mənə. Mən buna bir cavab verə bilərəm. O кейslə bağlı elə söhbətimizi yekunlaşdırmaq üçün bir dənə də belə bir şey deyim ki, çox qəşəng bir söz də dedi. Biznesdən dedi, zarafat eləyirik. Hələ zarafat eləyirik 150 min itkiyə getiririk. Yəni sadəcə zarafat etmək belə dedi ki, biznesdə bu qədər itkiyə gətirib çıxır. Əslində bu doğrudan da riskli bir şeydir. Yəni sən nəyisə sınaqdan keçirtməyə dərhal açıq olmaq pul itkisi və zaman itkisi. Hansı ki, sahibkar üçün əsas dəyərli vasitələrdən biridir. Məncə biz bu qədər dayandıraq bu mövzunu burada. Çünki burada bir marketinq konsultanta da toxunmalı olacaq bu məsələdə ki, yaxşı, bu auditdən danışırsınız. Bu audit eləyənlər kimlərdir? Marketinq konsultant hamı ola bilərmi? Ümumiyyətlə kim olmalıdır bu konsultasiyanı aparan, bu auditi aparan? Növbəti mövzumuzda düşünürəm ki, bu məsələyə toxunaq ki, həmin kim ki bəlkə olmaq istəyənlər var, bəlkə özləri də bu biznesin sahənin içinə girmək istəyənlər var. Amma o növbəti mövzuya giriş bir mesajı verərdim əslində. Buyurun, verin. Ki onunla da yekunlaşdıraq. Marketinq konsultant təhsili, bu universitet deyil. Siz universiteti bitirəcəksiniz və marketinq konsultanı olacaqsınız. Və yaxud da ki, bu bir akademiya deyil ki, bu akademiyanı bitirəcəksiniz və marketinq konsultanı olacaqsınız. Marketinq konsultantın parametrləri bundan ölçülmür. Parametrlərini deməyin. Demirəm və növbəti buraxılışımızda mütləq biz bundan bəhs eləyəcəyik. Ondan görə də izləyin. Baxın, görün o parametrlər sizdə varmı? Siz ola bilərsinizmi? İstəyirsinizsə, müraciət eləyə bilərsinizmi ki, mən bir baxım görüm, bu kimdir? Kim ola bilər bunlar marketinq konsultant və nə işlə məşğul olurlar ümumiyyətlə marketinq konsultantlar? Ona görə də növbəti buraxılışımızı mütləq izləyin. Bu buraxılışın isə ərsəyə gəlməsində Oba Marketlər şəbəkəsinə təşəkkür eləyirik. Bəli, artıq son 2 podkastıdır. Görürsünüz ki, biz ikilikdə söhbət eləyirik. Sizin də əlavə mövzu tövsiyələriniz varsa ki, hansı mövzulara toxunmaq istəyirsinizsə, şərh bölməsində də yaza bilərsiniz. Sosial mediadan da yaza bilərsiniz. Yəni hər yerdə varıq. Allah şükür də indi elə bir dövrdür ki, hamı ilə əlaqə saxlaya bilir. Sosial media vasitəsilə, mail vasitəsilə yaza bilərsiniz. Qonaq tövsiyənizi də verə bilərsiniz. Əsas mövzu tövsiyələrinizi gözləyirəm. Çünki maraqlı, sizin üçün maraqlı ola biləcək və faydalı ola biləcək mövzulara toxunaq. Oba Marketlər şəbəkəsinə təşəkkür edirəm ki, bizə dəstək oldular. Bu buraxılışımızı da çəkə bildik. Digibum komandasına təşəkkür edirəm. Sənanə xanıma deyə bilərsiniz ki, axı kimdir onlar? Hər dəfə təşəkkür edirsiniz Digibum komandasına. Sənanə xan və komandası da sizə rəqəmsal platformalarda, SMM fəaliyyətində onlar dəstək ola bilərlər. Kreativ ideyalar istəyirsinizsə, sosial medianızın idarəsini istəyirsinizsə, onlar Digibum komandasına müraciət edə bilərsiniz. Onların da nömrəsi var bu podkastda. Hətta sosial medialarını da axtarıb tapa bilərsiniz. Və eyni zamanda bu studiyada çəkiliş edə bildiyimizə görə, rahat şəraitdə çəkiliş edə bildiyimizə görə Arif bəyə, Qarmediaya təşəkkürlər.
podkast çəkmək istəyirsinizsə, bir dəfəlik lazımdırsa, ayda mütəmadi lazımdırsa ona müraciət edə bilərsiniz. Bizim adımızdan müraciət edin. Xəbər yoxdur, amma endirim ala bilərsiniz. Yəni bizim adımızdan müraciət edin, endirim mütləq ala bilərsiniz. Belə, təşəkkür edirəm. Vüsala da təşəkkür edirəm. Çox sağ ol Vüsal. Bayaq o ifadəni axtarırdım, daha işlədəsi olmadım. Yoxsa işim düşəcəkdi. Təşəkkürlər bizimlə olduğunuza görə. Növbəti podkastın mövzusunu da dedik. Odur ki, səbirsizliklə mən də gözləyirəm, siz də gözləyin. Görüşərik. Görüşənədək, sağ olun.